Salam hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Demək, Masazır qəsəbəsində prospekt yolu tam üstündə 8 mərtəbəli binanın 5-ci mərtəbəsində qanuni 3 otaqlı, super təmirli 97 kvadrat metr yaşayış sahəsi olan belə bir mənzilimiz satışdadır. Bina prospekt yolun tam üstündədir, bütün yaşayış obyektləri də yaxınlıqdadır. Lift, qaz, işıq daimidir, kupçada var. Hörmətli izləyicilərimiz, həqiqətən də, yəni mühafizə sistemindən komendantına qədər hər bir şey qaydasında. Bir daha təkrar edirəm, 8-in 5-i 97 kvadrat metr və qanuni öz proyektində qalan 3 otaq. Yüksək səviyyədə təmir, gözəl, isti pol, döşəməsi isti yəni poldur. Qəşəng gizli işıqları, spotları, bir sözlə möhtəşəm. 24 saat lifti, qazı, suyu, işığı, 2 balkon sahəsi var, gördüyünüz kimi, bu da təmirli, maşallah görürsünüz. Yəni gizli işıqlardan əlavə asma tavan və divarlarda plafon, bahalı laminat, bir sözlə bahalı aboylar, qapı, hamısı, yəni ən yüksək səviyyədə. Tamamilə girişdir, bura hamısı isti poldur. Keçirik növbəti otaqlarımıza. Dəhlizin, yəni tam tavan hissəsi, baxın gördüyünüz kimi, hər bir şeydə nəzərə alınıb, bir üstünlük də var. Buradakı sanitar qovşaqları ayrı-ayrılıqdadır. Tavan hissəyə fikir verir. Moydadırı, qranitdən müəllifi, duş, hər bir şey. Bir sözlə, yəni duş kabinetində yer bölünüb hazır. Hamısı burada da nə lazımsa var. Və burada mətbəxdir. Bahalı materiallardan yığılıb. Hazır. Bura nə qoyursunuz? Bir dənə paltar yuyan, bir də soyuducu. Yəni aspiratoru. Hamısı da bahalıdır. Membrandan yığılmış mebeli. Mətbəxin də tavan hissəsi gördüyünüz kimi həm bu hissədən, həm bu hissədən də asma tavandan təchiz olunub. Yenə də ki, əlavə işıqları var. Yəni o da bir gözəllik verir. İkinci növbəti otağımız bu hissədə. Və keçirik sonuncu, üçüncü otağımıza. Maşallah, gördüyünüz kimi. Radiatora qədər qoyulub, dəyərli izləyicilərimiz. Burada nədir? Demək, gördüyünüz kimi tam prospekt yolunun üstündə sayğacı var. Kombidə qoyulacaq, yəni bu söyləyəcəyimiz satış qiymətinə məbləğə daxildir. 97 kvadrat, 137 min manatdan satışa çıxıb, ilkin qiymət, reallıqda endirim olunacaq təbii ki. Suallarınız olar, buyurun müraciət edərsiniz. Zaten əlaqə nömrələrində qeyd edirik. Çalışın, dəyərləndirin. Dəyərli vaxtınıza ayrılığınıza görə təşəkkür edirik. Sağ olun və sağlıqla qalın.